dəyərlərimiz hansılardır Rəşid müəllim? O qədər yaxşı dəyərlərimiz var. Məsələn, deyin də hansılardır bizim dəyərlərimiz? O qədərdir ki, onu nə tərz sayasın? Bir ikisini deyin. Sizin üçün dəyər nədir? Bax, bir ikisini deyin. Mənim dünyada qorxduğum şey abırımın itməsindəndir. Birinci abırdır, ikinci namusdur, üçüncü savaddır, ağıldır, düzgün hərəkətdir, altıncı səbirdir, səbirli olmaq lazımdır hər şeydə, axırı gözləmək lazımdır. Bunlar hamısı bizim dəyər, hamısı bizim dəyərlər. Əslində mən o sualı sizə verəndə siz başınızı bir yerlədiniz də. Bəyənmədiyiniz bir haldır, amma keçmişdə olan bir şeydir. Biz keçmişi həmişə nümunə gətiririk. Keçmişdə nənə babalarımız deyib nümunə gətiririk. Amma bu da keçmişdə olan bir haldır. Niyə bəs bu tərəfini demirik? Dedin, qutardın. Hə. Xanım, Buyurun. biz keçmişdə o qədər səhvlər eləmişik ki, və bu günü də o səhvləri elə gedirik. O səhvlərin çoxundan ayrılmaq lazım. Ay sağ olun. Bax, indi Novruz bayramı yeni çıxdı, Novruz bayramı, mart ayı. Düzdürmü? Bəli. Nədir? Xaçpərəstlər, Şaxta baba gəlir. Şaxta baba var mı elə bir şey mi? Yalandır, yalan üstə qurulmuş şeylərdir. Bahar qız gəldi. Özü də gör nə deyir, uşaqlar söyünür ki, Şaxta baba gələndə buna konfet gətirir. Dədəsinin pulunla, ha! Öz də elə geyinir, keçinir, gözəl. Bizimkilər də kim gəlir? Keçər gəlir, kosa gəlir, dilənməyə gəlir. Dilənmək öyrədir, ayıbdır bunlar. Keçənin payını ver. Nədir, kimin payını ver? Doğru. Ayıb şeylərdir bunlar. Bu bizdə qədimdən gələn şeylərdir. Bunların hamısı ləğv olunmalıdır. Yenisi nənəvə. Bahar bayramıdır. Bütün hər şeyin oyanışıdır. İnsanın qanının qaynayan vaxtıdır. Sevginin oyanan vaxtıdır. Şeirin yazılan vaxtıdır. Bax, onu bilmək lazımdır.